Salam, hörmətli izləyicilər. Sizlə qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovdur. Sizi bir xatadan qorumaq istəyirəm. Piyada basma hadisəsindən. Dünya dramaturqlarından biri yazmışdı ki, dram əsərində birinci səhnədə divarda tüfəng varsa, üçüncü səhnədə o tüfəng mütləq açılmalıdır. Piyada yolun qırağında dayanıbsa, geci tezi yola qaçmalıdır. Yoxsa niyə görə dayanıb? Bəs neyniyək ki, biz o piyadanı basmayaq? Məsləhət ondan ibarətdir ki, piyadaya çatmamış, sürəti biraz artırırıq, ondan sonra maşında ətalət yaranır və tormuz pedalına keçirik. Piyadanın yanından keçəndə ayağımız tormuzda olur. Ki, axırıncı saniyədə birdən qaçsa, ayağımız tormuzda olsun və o dəqiqə tormuz pedalını basaq. Bax, bu situasiyada, bu dəqiqə onun yanına keçəndə ayağımız tormuzdadır. Ayaq tormuzdadır, ayaq tormuzdadır, ayaq tormuzdadır. Tam onu keçəndən sonra tormuzu buraxırıq. Çünki onlar adətən axırıncı anda qaçırlar. Belə etsəniz, belə qəzalardan uzaq olarsınız və sizin həyatınız alt-üst olmaz. Diqqətinizə görə çox sağ olun.